Baldızını qayıran arvadı qəhbə, qızını mənim puluma tikdirib, bir dənə loxa itələyən, çənəsi uzun qəhbə balası Rauf. Necəsən? Nə var, nə yox? Baxıram, o qəhbə kanalında İran müharibəsi belə getdi, Rusiya belə getdi, Türkiyədə dəhşət. Qəhbənin balası, Azərbaycandakı dəhşətlərdən niyə danışmırsınız? Milyonlarla insan bu günləri imdad edir, evini təmir elətdirə bilmir, quruda bilmir, texnikaları qalıb suyun altında, heyvanları tələf olub. Qəhbənin balası, elə İran belə getdi, Ukrayna belə getdi, Türkiyədə faciə və Azərbaycan faciəsindən nə vaxt danışacaqsan, Rauf? Bilmirəm, indi xalq öz haqqını tələb eləyir, eləmir. Belə baxıram ki, eləmir. Xalq tələb eləsəydi bu günləri evləri su altında qalmışlar, İlham Əliyevi devirərdilər. Onların məmurlarını, sənin kimi mətbuatı qəhbə balalarını devirərdilər. Yox, xalq sakit durubsa, mən öz işimdəyəm. O deyir, aşığın sözü qutaranda nanay eləyir. Mənim sözüm heç vaxt amma qutarmayacaq. Rauf, sənin arvadığın, qayırdığın baldızığın, tikdirib ərə verdiyin qızığın dilinin üstünə çiliyim, qəhbənin balası. Sənin İsveçrədə, mən yaşadığım ölkədə, burada firma, şirkətim var. O uğraşın oğlu, hansı pulla tikdirin? O uğraşın oğlu, hansı pullarla gəlib